Mən Azərbaycan xalqını müqəddəs Qurban Bayramı ilə münasibəti ilə təbrik edirəm. Azərbaycan xalqına xoşbəxtlik, Azərbaycan xalqına demokratiya uğrunda mübarizə, Azərbaycan xalqına firavan yaşamağı arzu edirəm. Çox təəssüflər olsun ki, bugün mən dediklərim hamısı arzudur. Azərbaycan xalqı bugün xoşbəxt deyil. Azərbaycanda ancaq və ancaq heç belə götürəndə Azərbaycanda nazirlər və hakimiyyəti idarə edən şəxslər də xoşbəxt deyil. Hələnin öz dərdi var. Kasıbların kasıb dərdi, milyarderlərin milyarder dərdi. Beləliklə, bu gün seçki ilə bağlı mən geniş yox, kiçik çıxış etmək istəyirəm. Və yenə də bildirmək istəyirəm ki, 89 saylı Göyçay Ağdaş seçki idarəsində namizədliyimi irəli sürmüşəm və öncədə bir ay müddətində çıxışlarımda qeyd etmişəm ki, Azərbaycanda avtoritar rejimdə seçki olmur və mümkündür ki, Azərbaycanda demokratik seçki keçirilsin. Hər dairədən seçkiyə 2 ay qalmış prezidentə siyahılar təqdim olunur. Hər bir klan, yəni hər bir nazir klanı və yaxud da qohumluq klanı demək, siyahı tərtib edir prezidentə və prezident də qabaqdan göstəriş verir ki, bu şəxslər Milli Məclisə deputat seçilməlidir. Faktiki təyin edir. Yəni, bu Azərbaycanda bəlli məsələdir. Bildiyiniz kimi, bu günlərin ATƏT də imtina etdi Azərbaycanda seçkiləri müşahidə etməkdən. Beləliklə, Avropa Şurası, ATƏT, demokratik cəmiyyət, bütün dünyada mövcud olan demokratik cəmiyyətlər artıq Azərbaycanda keçiriləcək seçkiləri həm boykot etdilər, həm də qabaqcadan şübhə altına alaraq seçkilərin nəticələrini tanımırlar. Bu o deməkdir ki, Azərbaycanda keçiriləcək seçkidən sonra Avropa Şurasında nümayəndəliyimiz olmayacaq bir daha. Azərbaycan sürüklənəcək ki, Rusiya və Rusiyanın bir əyalətinə çevriləcək. Və ən dəhşətlisi odur ki, Azərbaycan demək olar ki, bununla da Qarabağı ömürlük itirdi. Bunu biz xalqa deməliyik. Bu günlərin müqəddəs günümüz də olsun. Beləliklə nə baş verdi? Mən 23-də Bakı şəhərinə qayıtmışdım, imza toplayandan sonra. Gecə mənə zəng etdilər ki, bəs Göyçayda siyasi terror, yəni mənə imza toplamış həm şəxslərə, həm də imza atmış şəxslərə qarşı terror baş verir. Yəni, icra hakimiyyətinin başçısı Mübariz Ağayevin göstərişinə əsasən, sözsüz ki, bu Mübariz Ağayevin göstərişidir, bu prezident aparatının göstərişidir. Polis, Milli Təhlükəsizlik Nazirliyi və icra hakimiyyətindən bir qurum, mənə qarşı bir mütəşəkkil dəstə demək, təşkil olunub və bu mütəşəkkil dəstə nə ilə məşğuldur? Polis əməkdaşları çayçılarda, insanlarla keçirdiyim belə deyək ki, görüşdə məni izləyirlər, telefonumu izləyirlər, qohumlarımı izləyirlər və mən oranı dərk tərk edəndən sonra hücum edirlər, hələ qorxu gəlirlər. Beləliklə, nə baş verir? Fikir verin. Mənim dostum var. Uşaq vaxtı bir yerdə güləşlə məşğul olmuşuq. Adı Mübarizdir. Oğlu Azərbaycanda, demək, Azərbaycan yığma komandasının üzvüdür, güləş üzrə. Nə baş verir? Mübarizə, mübarizə. Zəng edir Azərbaycan Respublikasının güləş üzrə məşqçisinin köməkçisi ki, bəs bizə məlumat veriblər, sən Vidadi İskəndərliyə səs verdiyinə görə sənin oğlunu yığma komandadan biz, demək, çıxardırıq. Bibimin nəvəsi, dost olma bibimin nəvəsi. Demək ki, mənə imza toplamaqda kömək edir. Yeznəsi baş prokurorluqda işləyir. Dünən baş prokurorluğa çağırır yeznəsi, deyir ki, Zakir Qarlovunu dəvət edib və işdən azad edir. Nə var, onun qaynı, mənim bibimin nəvəsi mənə kömək edib imza toplamaqda. Sonra nə baş verir? Paşa adlı bir dostum var. Bacısı ilə gedirlər, şikastdır. Yəni, əlillik dərəcəsi var. Və deyirlər ki, pensiyanızı verməyəcəyik Vidadi İskəndərliyə imza topladığınıza görə. Fikir verin, 3 gündür, səhərdən axşama kimi 3 şəxs, Şükürov Rəşad, Göyçay İcra Hakimiyyətinin əməkdaşı, Qaraş adlı bir dənə şəxs, bilmirəm bu nə addır, Qarajdır, Skameykadır, nə bilim nədir. Və 3-cü şəxsi tanımıram. Bunlar görün necə faktiki cinayət törədirlər. Bunlar görün nə inirlər. Hakimiyyəti idarə edən siyasi sifariş də sözsüz ki, burada belə deyək də prezidentin göstərişi də olmasa, yəni prezidentin seçki ilə bağlı təşkil etdiyi mütəşəkkil o dəstə göstəriş veriblər polisə, Milli Təhlükəsizlik Nazirliyinə, icra hakimiyyətinə ki, bəs Vidadi İskəndərliyə məşğul olun. Açı, müxalifət sizi boykot etdi. Mən də sizi boykot etmişəm. Sadəcə olaraq bilirsiniz ki, əgər mən seçkidə keçsəm, nələr baş verəcək?
Çünki Göyçayın prokuroru Muxtar Eminovun rüşvət alması, Göyçayın icra başçısı Mübariz Ağayevin və ondan qabaq olan Mənsur Məmmədovun, Ziya Məmmədovun xalası oğlu rüşvət və korrupsiya faktları, villalarının, Ziya Məmmədovun Göyçayda 4 dənə villasının, milyonlarla dəyərində villasının, Potu cəmaatının, Hüngürtlü cəmaatı ayağa dura bilər ki, onlara hədə qorxu gələr, Ziya Məmmədov onların torpağını əldə edib, vertolyot meydançası villa tikir. Sözsüz ki, mən bunları xalqa çatdıracaqdım da. Yaxşı, görün bu insanlar nə qədər savadsızdır ki, vətəndaşlara icra hakimiyyətinin adına ərizə yazdırırlar ki, biz Vidadi İskəndərlidən imtina edirik, biz onun deputat seçilməsini istəmirik. Ay Mübariz Ağayev, ay Cənab İlham Əliyev, ayıb deyilmi? Ay Ramil Usubov, ayıb deyilmi? Polis cinayətkarlarla mübarizə aparır, yoxsa seçkiyə səs vermiş insanların evinə baskın edir? Ay Zakir Qaralov, Bəkiroğlu, ayıb deyilmi sizin bura qoyduğunuz Muxtar Eminov kimi bir cinayətkar, rüşvətxor göstəriş verir ki, Vidadi İskəndərinin hər hansı bir ərzə daxil olarsa, heç bir vaxtın onu müsbət həll etməyin. Çünki aldığımız rüşvəti ictimailəşdirəcək. Mən dəhşətə gəlirəm. Mən dəhşətə gəlirəm ki, bu qədər də tərbiyəsizlik, şərəfsizlik mi olarmı? Necə yəni siz hamilə bir qadının evinə gedirlər ki, səni hamilə müddətin bitəndən sonra qorxuzurlar hədə qorxu ki, bəs balnisiyaya qoymayacaq, sənin uşağın öləcək. Bunu erməni də etməz İlham Əliyev. Ramil Usubov bunu erməni etməz. Qaralov Zakir Bəkiroğlu bunu erməni etməz. Bunu sizlərin yerlərdə olan əməkdaşlarınız edir. Mübariz Ağayev edir. Mən yenə Azərbaycan xalqını Qurban Bayramı münasibətilə təbrik edirəm. Azərbaycan xalqını keçiriləcək seçkidə aktiv mübarizəyə, hüquqları uğrunda mübarizəyə səsləyirəm. Qanunu və bilsinlər, bugün o cinayət törədən şəxslər, hakimiyyəti idarə edən şəxslər bilsinlər ki, onlar nə vaxtsa xalqın qarşısında cavab verəcəklər. Bunu mən sizə söz verirəm. Bir də bir söz deyim, İlham Əliyev. Siz göstəriş vermişsiniz ki, Vidadi İskəndərinin özünü də, ailəsini də Azərbaycan sərhədlərindən kənara buraxmayın. Nə olub? Niyə qorxursunuz məndən? Bəyən, mən sizə burada ola o Azərbaycan hakimiyyətini idarə edən şəxslərin cinayətlərini sadalamıram. Hansı nazirin istəyirsiniz rüşvət və korrupsiyasını sizə sadalayın? Kimin istəyirsiniz sadalayın? Bura bir Elman, Nəsirov Elman, nə bilim kim oğlu? Göndərmişsiniz, bir gün içində JET-də imza toplayıb, veriblər təhvil ki, bəs Elman buradan seçilməlidir. Nə var, nə var? Ölkə prezidentinin baldızı olan Nərgiz Paşayevan institutunda dərs deyir və o seçilməlidir. Ha, seçilməlidir, seçilsin də, kim deyir ki, seçilməsin? Dırnaq arası seçilməsin. Konstitusiyanı dəyişin, fərman verin ki, Azərbaycanda seçki yox, təyinat olacaq. Onsuz da təyin edirsiniz da. Bəsdirin, Allah haqqı, vicdan haqqı, bu qədər şərəfsizlik, ləyaqətsizlik olmaz. 21-ci əsrdə yaşayırıq. Kesin görün Gürcüstanda necə gözəl dövlət qurublar. Ukraynada qururlar indi dövləti. Nə vaxta qədər feodal üsulla idarə edəcək. Ziya Məmmədov kimi bandit deyir, qara kassa yaratmışam, 70% qara kassanı mən doldururam. Mən prezident heç nə eləyə bilməz. Mənsur Məmmədov deyir bunu. Ziya Məmmədov deyir ki, prezident qara kassa yaradıb, qara kassadır. Demək, ora korrupsiya yolu ilə daxil olmuş bütün nazirlər pul keçirdir, 70%'ını mən keçirdirəm, İlham Əliyev mənə heç bilməyəməz. Budur da sizin nazirləriniz. Seçki yoxdur, cəmaatı allatmayın. Mən seçkiyə gedirəm ona görə ki, hələ ay yarım qabaqdan sübut etdim ki, bu seçki saxtadır, bu seçki cinayətdir. Bir də ki, Azərbaycan Respublikasının cinayət məcəlləsində bilavasitə göstərilir ki, əgər icra hakimiyyəti strukturundan seçkiyə qarşı olarsa cinayət məsuliyyəti daşıyırlar. Niyə bu Mübariz Ağayevi Pekarında çörək satan icra başçısı qoymuşsunuz, həbs etmişsiniz? Niyə onun o, belə deyək, əl altısı qarajdır bilmirəm, yoxsa sımavardır bilmirəm, kimdir? Bunları niyə həbs etdirmişsiniz? Bu nə üsuldur? Bu nə görəcəkdir? Telefonuma qulaq asırlar, evimiz demək mühasirədə,
Ailəmi izləyirlər. Hara gedirəm, bir dəqiqə çay içirəm, çıxıram, polis baskın edir ki, Vidadini qoymayın burada. Kişiliğiniz var, mənim evimə gəlin, mənə deyin da. Niyə bu cəmaatı qorxuzursunuz? Pensiya verməyəcəyik, məktəbdən qollayacağıq, müəllimələrə deyiblər ki, bəs kim Vidadiyə səs versə, imza toplasa, saatını alacaq əlindən. Kim sizə icazə verib bu xalqla belə idarə edirsiniz? Hansı, kimin göstərişidir bu? Mən deyirəm, sonuncu dəfə sizə deyirəm. Azərbaycanda demokratik cəmiyyəti biz quracağıq. Siz istəsəniz də, istəməsəniz də quracağıq. Azərbaycanda hüquq dövləti quracağıq biz. Və sizlər bu cinayəti, xalq qarşısında törətdiyiniz cinayətə görə xalqın qarşısında cavab verəcəksiniz. Və sizin milyardlarınız Allah qoysa bu xalqa qismət olacaq. Sağ olun.